İmtahandan yüksək nəticə toplamaq istəyirsənsə, bu videonu axıra qədər izlə. 17-ci sual. Loqaritma 6 əsasdan y çıxılsın 1 bərabərdir 2 çıxılsın loqaritma 2y çıxılsın 1. Biz burada loqaritmaları bir tərəfə açsaq, yəni bu mənfi loqaritma keçər bura, müsbət olar. Onda belə yazarıq. Loqaritma 6 əsasdan y çıx 1 üstə gəl. Bu mənfi olduğuna görə keçəndə müsbət olur. Loqaritma 6 əsasdan 2y çıxılsın 1 bərabərdir 2 olduğu kimi qalıb. Aha. Burada görürük ki, əsaslar eynidir və toplamadır. Toplama olanda biz bu içləri bir-birinə vurmalıyıq. Yəni loqaritma 6 əsasdan y çıxılsın 1 vurulsun 2y çıx 1 bərabərdir 2-yə. Bizim belə bir xassəmiz var ki, 6-nın kvadratı bizə bu ifadənin cavabını verir. Yazarıq. Y çıxılsın 1 2y çıx 1 bərabərdir 6-nın kvadratı, yəni 36. Mörtəzəni vurbarsaq, y2 2y kvadratı, y2 mənfi 1-ə, mənfi y, mənfi 1-i 2y-ə, 2y, mənfi 1-i mənfi 1-ə vursaq, müsbət 1 bərabərdir 36. Sadələşdirək və 36-nı keçirdək bu tərəfə ki, diskriminantı həll edə bilək. 2y kvadratı çıxılsın. Mənfi y-lə mənfi 2y çıxsaq, qalar mənfi 3y. Üstə gəl 1 çıxılsın 36. Bərabərdir 0-a. Yenə sadələşdirsək, 2y çıxılsın 3y minus 35. Niyə? Çünki müsbət 1-dən mənfi 36 çıxanda, yəni 1 çıx 36 bizə mənfi 35 verir. Aha, indi diskriminantı yazsaq, diskriminantın düsturu b kvadratı çıxılsın 4ac-dir. B kvadratı bizdə mənfi 3-ün kvadratı çıxılsın 4 vurulsun. A-mız 2-dir. C-miz də mənfi 35-dir. Bərabərdir. Mənfi 3-ün kvadratı 9-u verir. Buradakı mənfi 35-in mənfisi ilə qabaqdakı mənfi bir-birinə vurulanda müsbət olur. Üstə gəl, 9 üstə gəl. 4-ü 2-yə vursaq 8, 8-i 35-ə vursaq 280. O da eləyir 289. Aha, diskriminantı tapdıq. İndi kökləri tapsaq, y1 bərabərdir. Kökün düsturu mənfi b plus minus kök altında diskriminant bölünsün 2a. Bu 1 ilə 2-dir. Yəni 2 kökün düsturu belədir. Toplama ilə yazsaq, mənfi b elə biz görürük ki, b-nin özü mənfidir. Burada qabaqda da mənfi var deyə müsbətə çevrilir. Olur 3. Üstə gəl, kök altında diskriminant yazsaq 289. Bölünsün 2 vurulsun. A-mızın da qiyməti bizdə 2-dir. 3-ün üstünə 289-dan 17 çıxır kökdən. Böl 4. Bu da bərabərdir 20 böl 4. Yəni 5. Heç o birisi kökü tapmağa ehtiyac yoxdur. Çünki biz burada elə bil ki, bunun çıxma formasını yazacağıq. Yəni belə. Burada görürük ki, 3-dən 17 çıxanda mənfi 14 qalır. Mənfi 14 4-ə bölsək mənfi cavab eləyir. Amma loqaritmanın tərkibi mənfi ola bilməz. Ona görə cavabımız 5-dir.